Doktor, mənim övladım epilepsiya xəstəsidir və mən bilmək istəyirəm ki, bu epilepsiya tutmalarına görə mənim övladımın hər hansı inkişafında problemlər yarana bilərmi? Yəni bu epilepsiya xəstəliyi övladımın inkişafını, nitqini, əqlini saxlaya bilərmi? Buradan qeyd etmək istəyirəm ki, epilepsiya xəstəliyinin bütün hallarda belə bir inkişaf geriliklərinə səbəb olmur. Epilepsiyanın müxtəlif növləri var. Bunların bir hissəsi xoş xəstəlik adlandırdığımız, yəni öz-özündən sonlanan uşaq yaşlarının epilepsiyalarıdır ki, bunlar normalda uşağın müəyyən yaşından sonra ümumiyyətlə görülmür. Bəzən müalicə ilə, bəzənsə müalicəsiz tamam keçir. Amma bəzi epilepsiyalar həqiqətən uşağın inkişafını ciddi dərəcədə etkiləyə bilər, inkişafını geriləyə bilər, nitqini, əqlini, davranışlarını poza bilər. Bunlar əsasən epileptik ensefalopatiya adlandırılan xəstəliklərdir. Bunların bir neçəsinin adını çəkəcəm. Landau-Kleffner sindromu, SS sindromu adlandırılan yavaş yuxuda gördüyümüz elektrik status epileptikus. Bax bu sindromlar uşağın inkişafını ciddi etkiləyir. Odur ki, əgər sizin uşağınızda epilepsiya varsa, bunu dərhal müəyyənləşdirmək, dərhal müayinə aparmaq, hansı növüdür təyin etmək və düzgün müalicə etmək lazımdır.